bir tərəfdədir. Bəzən biz hesab edə bilərik ki, niyə artıq aldı? Artıq bəzi məsələlər, xüsusən də yəni çox önəmli məsələ var ki, bu milli məsələlərdir. Artıq yetər deyilmi? Yəni nə qədər müzakirə etmək olar ki, kökümüz, soyumuz, dilimiz. Biraz bu qürurludur da, yəni məsələyə gərək biz hər tərəfli yanaşacağız. Yoxsa bir mənalı yanaşmaq doğru deyildir. Mənim düşüncəmə görə burada aydınlığa qovuşmamağımızın bəzi detallarını mən əvvəl bəzi kitablarımızda bunu izah etmişik. İndi də yenə də işləyirik. Deməli, Milli İdeologiya Problemə Tarixi Fəlsəfi Baxış kitabımızda 2011-ci ildə deməli, bu kitablarımızda biraz bu məsələlərdən bəhs etdik. İkinci cildində də, inşallah üçüncü cildində də yenə də bəzi məsələlərə toxunacağıq. Dediyimiz kimi, əslində, bəzən düşünürük, həkimlərin, məsələn deyirəm, həkimlərin ya da alimlərin sayının çox olması yaxşıdır, yoxsa az olması yaxşıdır. Məncə az olmasını, mən də o düşünənlərdən yeni bir şey kəşf etmirəm. Az olması yaxşıdır. Xəstə çox olanda həkim də çox olar. Xəstə az olsa, həkim də az olar. Deməli, elm sahəsi də belədir. Əgər bir çox məsələlərdə yol göstərən biri var, bir cəmiyyətdə yol göstərən, mən təxminən deyirəm, yəni Azərbaycan Respublikası 10 milyonluq əhalimiz var. Ancaq aydındır, 50-60 milyonluq bütöv bir Azərbaycanda var. Ancaq 10 milyonu götürdükdə bu 10 milyonun 10 min aliminin olması yetərlidir, 100 min aliminin. Məncə 10 min olmasını yetərlidir. Çünki nə qədər düşünür, yəni alimlərin belə getdikdə sayları çoxalması müsbət kimi görsənir. Ancaq fikirlər qarşı, düşüncələr qarşı. Bu mənim düşüncəmdir. Yəni bu məsələ də belədir. Etnogenezdən, dilimizdən, bu kimi məsələlərdən maşallah, indi belə götürdükdə çox yazılır, hər kəs yazır, bəlkə də qaynaqçı da gəlir yazır, mühəndis də yazır, həkim də yazır və sair və ilaxır. Düşündürücü amildir. Əslində, onların da bu məsələlərə toxunması doğru mu, yanlış mı? Buna hökm vermək çox çətindir. Hökm vermək çox çətindir. Mənim düşüncəm budur ki, bu son əsrdə niyə bizim bu etnogeniz məsələsi belə aktuallaşdı? Azərbaycan xalqının kökü, soyu məsələsi. Çünki öz əlimiz öz başımızda olmadı. Mən hər halda belə düşünürəm. Çünki hər halda mənim düşüncəmə görə, məsəl üçün, Qacarlar dövlətində, yaxud da Səfəvilər dövlətində, yaxud da Bayandurlar və digər dövlətlərimizdə aşağı-yuxarı bəlli idi. Biz onlarda da problemlər ola bilərdi. Ancaq aşağı-yuxarı bəlli idi. Kimin kökü nədir, soyu nədir, düşüncəsi nədir? Yəni, o əsərləri oxuduqda bəlli olur.